Deməli, son zamanlar 3 mövzu var ki, məni xüsusilə qıcıqlandırır və məni maraqlıdır. Bu sadəcə məni mi qıcıqlandırır? Sadəcə mənim fikrimdir, yoxsa məndən razı olanlar varmı? Məncə mənim izləyicilərim arasında, çünki kontingentimə mən xüsusi həssaslıqla yanaşıram. Məncə məndən çoxsu razı olacaq. Birinci deməli mövzu nədir? Mən turistik videoları çox sevirəm, izləyirəm. Hansı ki, Azərbaycan haqqında çəkilib, turistlər tərəfindən gedir Azərbaycana, Bakıya və həmin o tərif videolarının altında şərhlərə rast gəlirəm. Tutaq ki, deyir ki, Bakı çox təmizdir, küçələrim çox təmizdir, hətta siqaret kötüyünü atmağa icazə yoxdur və altından gözəl insanlarımız, bəziləri yazırlar ki, siz elə mərkəzi görmüsünüz, gəlin bir bizim filan yerə baxın, görün nə gündədir. Məqsədi nədir bunu yazmağın? Yəni, hər bir hərəkətin bir məqsədi olmalıdır. Bu kommentin şərhi məqsədi nədir? Səsinizi yuxarı instansiyalara çatdırmaq yeri deyil bu, əgər küçəniz çirklidirsə. Narazı, şikayət, qeybət yeri də deyil turisti qarşında ki, niyə yazırsan o şərhi ki, əslində heç haqlı da deyilsən axı. Axı mən turist olaraq Berlinin çirklidir deyirəmsə, mən Berlinin mərkəzi küçələrini gəzib çirklidir deyirəm. Yəni turist zaten gedir mərkəzi küçələrini gəzir. Heç kəs kənar məhəllələri gəzib hansısa ölkə haqqında təmizdir və ya çirklidir rəyinə gəlmir, düzdürmü? Deməli ikinci məqam birinci kəsimə tamamilə əks kəsimin etdikləridir. Deməli həmin o tür turistik videolarda Allah göstərməsin ki, 5 yeməkdən birini turist bəyənməyə başlayırlar linçləməyə, bir agresiya ilə. Bu agresiyanın mənbəyini anlaya bilmirəm. Nəyə görə bu qədər agresiya var? İnsanlarımız niyə qədər bu qədər müdafiə olmaq kompleksinə giriblər? Yəni bunu edənlərdən söhbət gedir. Niyə görə bu dərəcədə kompleksə giriblər? Yəni hansı yeməyimizi bəyənməmək, ölkəmizi təhqir etmək deyil, insanlarımızı təhqir etmək deyil. Hər kəsin bir ağızda. Həmin insanlar, turistlər digər bir ölkədə böyüyüb, uşaqlıqdan başqa yeməklər dadıblar və bizim yeməklərimizin onun ağız dadına uyğun olmamağından daha normal bir şey yoxdur. Buna görə insanları linçləyirlər. Başlayırlar ki, sən nə biləsən ki, Azərbaycanın mətbəxin yeməyi nədir? Sən get öz içi düyülə dolu yeməyin dərdini çək. Sən Azərbaycan yeməyini bəyənməyib, gör kim bəyənmir Azərbaycan yeməyini falan filan və bu sadəcə və sadəcə insanlarımızı gözdən salır. Yəni şəxsən mən utanc hissi keçirəm həm yerlilərimə görə. Niyə görə? Yəni təhqir etməyib. Bütün yeməkləri bəyənməyib, Azərbaycanın bir köpüklü mətbəxi yoxdur deməyib. Adam 5 yeməyin 4-ünü bəhbəhlə yediyi halda birini bəyənməyib, tutaq ki, başlayıb linçlər və ya digər bir videoda görürəm ki, bizim şəkər buramızı, paxlavamızı, qoğalımızı sınayıb, tutaq ki, hamısını bəyənmir, birini bəyənmir. Vay, 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 bir linçlər başlayır, sən nə biləsən, sən Azərbaycan mətbəxi dünyanın ən belə mətbəxidir. Bununla Azərbaycanı gözdən qaldırmış olmursunuz, gözdən salırsınız, insanların necə agresiv olduğunu göstərirsiniz, necə kompleksli olduğunu. Biz niyə kiməsə sübut etməliyik ki, o dadlıdır, sən ağzının dadını bilmirsən. Təsəvvür edirsiniz, bir Çinli biz çəyirtkəni bəyənmədik deyə başlayır ki, siz nə biləsiniz çəyirtkə nədir, dana ətindən, qoyun ətindən başqa heç nə yeməyən adamlarsınız, ay cahillər, zəngin mətbəx nə biləsiniz nədir, fərqli təamlar nə biləsiniz nədir. Bu nə qədər ağla sığmaz bir şeydirsə, sizin dediyiniz o dərəcədə ağla sığmaz bir şeydir. Və üçüncü bir məqam, bu iki məqamla əlaqəsi olmayan bir məqamdır. Yeni bir tendensiya başlayıb ki, bu mənə şəxsən toxunmur, çünki mən belə bir videolar çəkmirəm və Azərbaycanda yaşamıram, amma qıraqdan baxanda mənə xoş gəlmir və insanların buna inandığını bəzən görürəm. Bu da məni məyus edir, çünki bu insanları manipulyasiya etməkdir, deyəcəm nə. Blogerlər başlayır blogerlik etməyə və ilk addımları nə olur? Digər blogerləri pisləmək. Yəni nə? Blogerləri reklam xətrinə, pul xətrinə reklam etdiyi filan məhsul haqqında mən real fikrimi dedim, heç də qəşəng deyil. Blogerlərin yalandan reklam etdiyi bir şey haqqında mən əsl fikrimi deyəcəm və bu şəkildə özü bloger olmaq istəyir. Tamam, sən bu cür üsul seçmirsən, amma sabah sən bunu edirsən ki, auditoriya genişlənsin və sənə də reklam versinlər, sən də pul qazanırsan. Axı sən artıq özünə damğa vurursan ki, pul müqabilində edilirsə yalandan edilir. Və ya sən deyirsən ki, onlar pisdir, mən yaxşıyam, onlar pul müqabilində yalanlar reklam edir, mən doğru reklam edəcəm. Axı bu aşağı keyfiyyətli bir yanaşmadır və hal-hazırda insanların düşündüyü nədir ki, insanlar buna haqlı da ola bilər, elə edən blogerlər mütləq ki var ki, blogerlər pul xətrinə reklam edir və sən insanların bu fikrini götürüb onlara qarşı istifadə edirsən, manipulyasiya edirsən onları ki, özün bloger olasan. Haqlı və ya haqsız, kimisə pisləyərək qabağa getmək istəyən insan keyfiyyətli insan deyil və keyfiyyətsiz insanın sizə heç bir faydası ola bilməz. Bu qədər mənimlə razısınızmı, razı deyilsinizmi? Bunu da mənə yazın, mənə maraqlıdır.